Hazırda Bakıda və Abşeron yarımadasında eləcə də bir çox rayonlarda güclü külək, arabir yağış və güclü yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterli intensiv olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcədə aşağı enəcək. Yağış müşahidə olunan bölgələr: Quba-Qusar, Xaltan, Şəki, Qırız, Şabran, Oğuz, Qəbələ, Altıağac, İsmayıllı, Yardımlı, Astara, Ağdam, Qaxtaş, Kəsən, Göygöl, Naftalan, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Sabirabad, Cəlilabad, Neftçala, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Bakı və Abşeron. Bəzi yerlərdə qərb küləyi güclənib. Küləyin sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 28 metr, Goranboyda 23, Naftalanda 22, Neftçalada 20, Göyçay və Bərdədə isə 16 metr saniyəyə çatır. Dənizdə dalğanın hündürlüyü 3 metr 4 santimetrdir. Hava minimal temperaturu Bakıda və Abşeronda 11, Naxçıvanda 15, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 8 dərəcəyə qədər isti qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi külək və yağışla bağlı xəbərdarlıq edir. Xəbərdarlıqda deyilir: İntensiv yağıntının səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəsi olan zaman yüksək əraziyə çıxmaq lazımdır. Həmçinin güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq olmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq, bununla yanaşı güclü küləyin baş verdiyi yanğınların söndürülməsi ilə əlaqədar təhlükəsizlik qaydalarına ciddi əməl etmək lazımdır. Bundan əlavə, kiçik həcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Şimşək çaxdığında elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, bu məqsədlə nisbətən çökək yer seçmək lazımdır. Hər hansı bir ciddi təhlükə olduqda 112 qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.